analarımız. Ben sizin hər birinizi salamlayıram. Bugün bizim qəhrəman oğul əmanətimiz, oğlumuzun əmanəti olan Elmira anamızın doğum gününü. Elmira ana bilirsiniz ki, bizə ilk şəhidimiz Dadaşov İlham Adiloğlu'nun əmanətidir. Allah bütün şəhidlərimizin məkanın cənnət, məqamlarını uca etsin. Hər biriniz, bütün analar bizim üçün dəyərlisiniz. Bugün elə Elmira ananın yanında olanda onun doğmaları, əzizləridir. Elmira ananı sevənlər çoxdur. Bugün sadəcə olaraq biz istədik ki, bir ailə olaraq, küçük ailə olaraq Elmira ananın yanında olaq. Və mən istəyirəm ki, İlhamın adından Elmira ananı təbrik edeyim. Salam, əziz, dəyərli anam və qonaqlar. Mən Vətən Müharibəsinin itki şəhidi Dadaşov İlham Adiloğlu. Sizləri cənnətdən şəhid qardaşlarımla birlikdə salamlayıram. Canım Elmira anam, doğum günün mübarək olsun. Dəyərli dostlar, qohumlar, sizləri daima bir yerdə görmək məni çox sevindirir. Çünki mən öz cənnət qardaşlarımla birlikdə cənnətdən sizə baxırım. Canım anam, özüm kimi təbrikim də geçdi. Lakin ruhum hər zaman sənin yanında qoruyucu mələyinə çevrilir. Sizdən bir istəyiniz var. Biz şəhidləri unutmayın, unutturmayın. Mənim sizlərə əmanət olan Elmira anama mənim əvəzimdən hər zaman dayaq olun. Sən mənim gözümün nuru, işığı, cənnət baxcamın qızıl gülüsən. Sən şəhid İlhamın əmanətisən, halıma yanansan Elmira anam. Can anam, istərin yanında olun. Cismən olmasam da ruhum səninlədir. Sən şəhid İlhamın əmanətisən. Can anam, bir daha ağlamayasan. Başına bir daha qara bağlamayasan. Bilirəm həsrətlə yolumu gözləyəsən. Cismim gəlməsə də ruhum yanında. Əziz anam, üzün gülsün həmişə. Çünki uğrunda canımı fəda etdiyim doğma Qarabağımız azaddır. Canım anam, hər zaman gözlərində məsum təbəssümünlə səni xatırlayıram. Gözün arxada qalmasın anam. Hər zaman səninləyəm. Səninlə cənnətdə görüşərik. Mənim əziz anam, vətən sağ olsun. İlhamın dilindən bu təbriki Raziyə Kamil qızı olaraq mən qələmə aldım və elə ailəmiz adından bunu Elmira anaya təqdim edirəm. Elmira ana, biz səni çox sevirik. Sən bizim üçün çox dəyərlisən. İstəyirəm ki, Arzu xanımlar və ailəmizin bütün üzvləri adından, o da bizim ailəmizin ən az yaşlısıdır, amma həmişə hörmətlə yanımızda olan bütün analara öz ehtiramını, hörmətini bildirən xanımlardır. Buyurun. Çox sağ olun, Raziyə xanım. Qələmə aldığınız bu sözlər doğrudandır, mənalı sözlərdir. İnsan öz hisslərini cıvıldaya bilmir, göz yaşlarına sahib çıxa bilmir. Əzizimiz, şəhid analarımız, hər birinizi sevirik. Elmira ana, xətrimiz xüsusilə bizim üçün çox əzizdir. Çünki sizin oğlunuz vətən olub, torpağa qarışıb. Ona görə də bizim borcumuzdur ki, sizi hər zaman əziz tutaq, başımızın tacı edək, yanınızda olaq. Bizim üçün bütün analar dəyərlidir. Hər ananın özünə məxsus yeri var. Ailəmiz olaraq hər zaman sizlərə dayaq olmaqdan qürur duyuruq. Harada olursa olaq, kim olursa olsun, oradakı şəhid anası var bizim üçün əziz və doğmadır. Əziz analarım, oğullarınız bizlərin yolunda canlarını fəda etdilər. Vətən torpaqlarını düşmənə verməsinlər deyə şirin canlarını fəda etdilər. Vətən sağ olsun dedilər, əziz ana, başını uca tut. Sizin oğullarınız hər biri bir qəhrəmandır. Hələ Elmira ana, sizin o fədakarlığınız, İlhamı axtarmağınız, Qarabağ torpağında o oğlunuzun harada olmasını axtarmağınız hər birimizi, qəlbimizi ağladır, sızladır. Dərdimizə hər zaman şəriklik, yanınızdayıq. Sizinlə gülüb, sizinlə ağlayırıq. Bu bizim artıq bir gündəlik işimizə çevrilib. Sizin yanınızda olmaq bizim üçün şərəfdir. Haqqınızı bizlərə halal edin ki, bugün sizin oğullarınız, bizim evlatlarımız xoşbəxt, firavan ölkədə yaşasınlar deyə vətən yolunda torpağa qarışıblar. Tanrı sizin olsun, siz var olun ki, bizim yanımızda olun ki, biz də şəhidlərimizi yaşara bilək. Unutturmamağa hər zaman bizim
bütün zəhmətlərimiz ortadadır ki, şəhərlərimizi tanıyıb, tanıdaq, yaşayıb, yaşadaq. Ailəmiz adından sizi təbrik edirik. Doğum gününüz mübarək olsun. İnşallah ki, cənnətdən gələn o müjdəli xəbərlər bərabər sevinməkdir. Tanrısı olsun. Çok sağ olun Arzu Hanım, ben size teşekkür ederim. Ve burada bizim Leyla anamız var. Elə istəyirəm bir iki kəlmədə Leyla ana öz təbrikini bildirsin. Ben de olarak Emre bacı sizi səmimiyyətdən təbrik edirəm. Sizə uzun ömür arzulanıram. Allah sizə verdiyi ömür sağlam ömür versin. Bir sağ əlinizi sol əlinizə mühtaç eləməsin. Yine ömür verib sağlam yaşayasın. Sana teşekkür edirəm. Çok sağ olun. Rəşənd ana buyurun Emre anamızı sizlere öz təbrikinizi çatdırın. Allah sağlıqla sağlığı versin. Allah tezliklə balanlarını xəbər getirsin sağa. İnşallah ad gününü saat düşəri var. Evladından bir xəbər bilərsən, itkin balandan bir xəbər bilərsən. Sevinəlik, belə yığışıb, sənin başına yığışıb. Yəni sənə göz aydınlığı verərik. Yəni o göz aydınlığı deyim, onu deməyim. Yəni Allah gözünü yolda yırsın. Çok sağ olun Rəşənd Şəhərləriniz ana. ələmət eləsi yerlər, cənnət məqamlar. Teşekkür ederim. Gülhəvva ana buyurun. Bereketli ömür versin Allah Teala size, sağlam ömür versin. Yaşayasınız ki balanızı da tanıtırasınız, yaşayasınız. Gün o gün olsun, İlham balamızdan bir haber çıksın, sizin de yolunuz iyi olsun, sizin de gedib ziyaret eləməyə bir mekanınız, bir yeriniz olsun. Biz de zarla, başla həmişə sizin yanınızda olmağa hazırıq. Raziyə xanım, Arzu xanım, sizə təşəkkür edirəm. Siz hər zaman biz anaların yanındasınız. Bizləri tək qoymursunuz. Bütün sizə minnətdarım, təşəkkür edirik. Çox sağ olun. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin, məqamını uca eləsin. Analara da bol-bol səbir versin. Teşekkür ederim size. Ben de Flora anamızın da adından Elmira ananı tebrik ederim. Biz bugün Flora ananın teşebbüsüyle Yaşar Əliyev'in anası. Onun teşebbüsüyle buradayız. O da öz təbriklərini sizə dilədi. Sizə sağlam ömür, can sağlığı arzuladı. Və istəyirəm ki, bax, anamızın adına, bax bu tortumuzu da biz kəsək. Anamızı bir daha təbrik eləyək. Allah bir can sağlığı versin, uzun ömür versin Elmira ana. Bu tort o gün olsun ki, gelin, değerli analarımız gelin. Gel bir hemen babacığım. Gel bunu bir tarafa koyar. Gel. Elini siz, arzu tut elini senden. Amin inşallah. Tebrik edirik. Sağlıklı, bereketli ömür dileyirik Elmira anamıza. Allah ömrünü uzun eləsin. Ömrünüz bereketli olsun. Sağ olun, çok sağ olun. Ben çok sağ olun. Sayı seçip, kıymet verdiğinize göre. Söz tapıram, sizin karşınızda ben diyeyim, çok sağ olun. Hamınızdan, ayrı ayrılıktan, hakkınız benim yanımda əzizdir. Çok sağ olun. Siz sağ olun, siz var olun. Allah razı olsun hamınızdan.